Bəli, paytaxt Bakıda da Novruzun sonuncu çərşənbəsi, ilaxır çərşənbə xüsusi coşqu ilə qeyd olunur. Tarixi məkan olan İçəri şəhər bayram havasına bürünüb. Yüzlərlə sakin və təbii ki, paytaxtımızın qonaqları, turistlər də məhz həmin bu bayram tədbirlərinə qoşulublar. Elə biz indi İçəri şəhərə bağlanacağıq. Əməkdaşımız Zeynəb Müzəffərli hazırda oradadır. Bir neçə dəqiqədən sonra Tonqal da qalanacaq İçəri şəhərdə. Azərbaycanın bütün ərazilərində olduqları kimi, bütün yerlərində, həyətlərində olduqları kimi və hazırda biz elə tarixi simvolumuz olan İçəri şəhərdə Novruz bayramının qeyd olunduğu Tonqalın qalınacağı məkana bağlanırıq. Zeynəb, axşamınız xeyir olsun, bayramınızı təbrik edirəm və şəhərdəki son mənzərəni bizə çatdırmağınızı xahiş edirəm. Buyurun. Ərvatınız xeyir olsun Elcan. İlaxır çərşənbəsidir bəli. Bugün bayram ərfa-ruhiyyəli bir gündən sizi və tamaşaçıları salamlayırıq. Bugün bütün Azərbaycan İlaxır çərşənbəsini, Torpaq çərşənbəsini qeyd edir. Biz hal-hazırda Qoşaqala qapısındayıq və buradan elə mən operatorla xahiş edəcəm görüntülər sizə göstərsin. İnsanlar, paytaxt sakinləri, əhali Tonqal başında birləşiblər söz-nəsil mənasında və Torpaq çərşənbəsini qeyd edirlər. Bugün təkcə Tonqalla bərabər eyni zamanda bayram şənliyi də təşkil olunub. Burada uşaqdan böyüyə hər kəs bayram şənliyini izləməyə toplaşıb. Mən istərdim ki, Torpaq çərşənbəsinin, İlaxır çərşənbənin əhəmiyyəti barədə bir qədər danışım. Belə ki, bugün torpağın oyanması, həyatın yenidən canlanması, bolluk bərəkətin başlanğıcı kimi hesab edilir. Eyni zamanda vurğulayım ki, qədim inanclara görə məhz bu çərşənbədə torpaq nəfəs alır və təbiət yazın gəlişini hiss etməyə başlayır. İnsanlar həm də bu günü yeni başlanğıclar üçün uğurlu hesab edir və torpaqla bağlı işləri eyni zamanda əkinə, bağ-bahçəyə diqqət yetirməyə başlayırlar və mən bir daha qeyd etmək istəyirəm ki, bugün Torpaq çərşənbəsidir, İlaxır çərşənbədir. Görüntülərdən də görürsünüz, uşaqdan böyüyə hər kəs bayramı qeyd etmək üçün, İlaxır çərşənbəsini qeyd etmək üçün Qoşaqala qapısına toplaşıb. Bayram münasibətilə biz hər kəsi təbrik eləyirik, elə fürsətdən istifadə edərək. Mən bir daha vurğulamaq istəyirəm ki, bugün bayram əhval-ruhiyyəli xoş bir İlaxır çərşənbəsini qeyd edirik və bir qədər öncə də vurğuladım ki, insanlar bugünü həm də yeni ilin, yeni günün başlanğıcı kimi dəyərləndirirlər. Mən inanıram ki, bu həyatda hər kəsin bir arzusu, bir məqsədi, bir amalı, hədəfi var və mən diləyirəm ki, məhz bugün o arzular, o məqsədlərə çatmanıza bir ümid işığı olsun. Bizim Qoşaqala qapısıyla və bayram əhval-ruhiyyəsi gördüyünüz bütün insanlar görürsünüz indi hazırda. Hansı ki, hər kəs bugün bayram qeyd etmək üçün, İlaxır çərşənbəsini qeyd etmək üçün toplaşıblar. Çatdıracaqlarımız bunlardan ibarət deyil. Can, sözü yenidən siz ötürürük. Təşəkkür edirik Zeynəb. Çox minnətdarıq sizə. Belə bir İçəri şəhərdən bayram əhval-ruhiyyəsini bizim diqqətimizə və tamaşaçıların diqqətinə çatdırdınız. Bəli, qeyd edirəm ki, Zeynəb Müzəffərli həmkarım İçəri şəhərdən Qoşaqala qapısı yaxınlığından Novruz bayramından İlaxır çərşənbənin qeyd olunduğu məkandan bizə son məlumatları ötürdü.